Əməyin təhlükəsizliyi standartları sistemi, əməyin mühafizəsinin idarə edilməsi sistemləri, işlərin yerinə yetirilməsinin təhlükəsizliyinin təmin edilməsi üçün riskin qiymətləndirilməsi metodları. Standartın tətbiq sahəsi. Bu standart əməyin mühafizəsinin idarə edilməsi sistemi çərçivəsində risklərin qiymətləndirilməsi metodlarına, metodikalarına və prosedurlarına şamil olunur. Standart, işlərin təhlükəsiz şəkildə yerinə yetirilməsinin təmin edilməsi məqsədilə risklərin qiymətləndirilməsinə dair ümumi yanaşmaları, onun əsas üsullarını, prosedurlarını və xüsusiyyətlərini, həmçinin işlərin yerinə yetirilməsinin müxtəlif mərhələlərində risklərin qiymətləndirilməsi metodlarının praktik tətbiqi prinsiplərini müəyyən edir. Bu standart təşkilati hüquqi formasından asılı olmayaraq, bütün təşkilatlar tərəfindən tətbiq üçün nəzərdə tutulur. Standartın əhəmiyyəti. Bu standartın əhəmiyyəti, əməyin mühafizəsinin idarə edilməsi sistemi çərçivəsində risklərin qiymətləndirilməsinə vahid, sistemli və praktik yanaşmanın formalaşdırılmasından ibarətdir. Standart təşkilatlara istehsalat proseslərinin konkret xüsusiyyətlərini nəzərə almaqla, təhlükə və riskləri düzgün müəyyən etməyə, qiymətləndirməyə və onların idarə olunması üçün səmərəli profilaktik tədbirlər seçməyə imkan verir. Bununla da işçilərin təhlükəli və zərərli istehsalat amillərinin təsirindən qorunması, əməyin təhlükəsizliyinin artırılması və risk qiymətləndirilməsinin nəticələrinin yeknəsək şəkildə təqdim edilməsi təmin olunur. Standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.